tutmaq, zolağa qaytarmaq, nə bilim, zolağa nəzarət, kör zona, qabaqda orada kamera var ki, hansı ki nişanları tanıyır, piyadanı tanıyır, ətrafda bütün maşınları göstərir, qeyd edir. Aktiv əyləc sistemi, yəni bir pis vəziyyət olanda, qəza şəraiti olanda özü saxlayır. Trasda da ki, vəbşi nağıldır. Qoysan öndəki maşınla məsafəni əssalam sürüb gedirsən. Belə də özün, yəni boş sürəti qoyanda da gəlir, dayanır maşının arxasında, yandırsan powerteki keçir, abqona, məsələn, təzdən zolağını dəyişir, qayıdır yerinə. Bunlar hamısı maşında var və 30 min civarında olan maşına bunları heç bir zaman heç bir şirkət qoymur. Ona görə də